Axşamınız xeyir olsun müəllimlər. Deməli bizim bugünkü dərsimiz 8-ci sinifdən mövzu 23 həcmli naxış tikmə texnologiyasıdır. İndi baxaq dərsə. Bax deyir ki, həcmli naxış tikmə əl sənəti. Yəni əlimizlə, əl işidir də, əllə işləyirik. Bu sənətin əsası İngiltərədə qoyulub. Bax, həcmli ilə bitir, yadda saxlayırıq. Deməli, əsası da harada qoyulubdur? İngiltərədə ilə başlayır. Sonra həcmli naxışlar müxtəlif növ naxış tikmə texnikası ilə yerinə yetirilir. Yəni bir cür tikiş növü naxış tikmədən müxtəlif növdə. Deməli, bu da salınan təsvirdə 3D effekti verir. Sanki özüdür də bu güllərin naxış deyil. Qabarıq olur. Deməli, bu sənət növü orijinal naxışlarla bəzənmiş parçaların yaranmasına imkan verir. Həcmli naxış tikmə nəticəsində belə demək olarsa canlı şəkil yaranır. Yəni baxırıq ki, elə bil ki, əsl güldür, əsl evdir. Yəni qabarıq relyefli olur da ona görə. Deməli, həcmli tikmə müstəvi naxış tikmədən fərqli olaraq səth üzərində yüksəldilir və naxış tikilən parçaya ifadəli relyef verir. Yəni ki, müstəvidə nətərdir? Məsəl üçün düz idi da, yəni səthlə bərabər idi, düzdür. Amma həcmlidə səth üzərində yüksəlir, yəni qalxır, görürsünüz, qabarıqlıq yaradır, ona görə deyilir. Deməli, naxış tikməyə həcmi xüsusi qabarıq tikişlərin və materialların köməyi ilə verilə bilər. Yəni tikişlərlə də qabarda bilərik və yaxud müxtəlif parçalarla da, yəni bu şəkildə qabardaraq naxışları bəzək verə bilərik. Həcmli naxış tikmə eləyə bilərik. Bax, həcmli naxış tikmə üçün hansı materiallar və alətlər lazımdır? Belə deyək də, tikmə üçün əsas olaraq kifayət qədər sıx toxunuşa malik olan, deformasiyaya dözümlü bir parça götürmək lazımdır. Yəni, həm sıx olmalıdır parçanın toxunuşu. Nə qədər sıx olarsa, o qədər də deformasiyaya dözümlü olur da, yəni sökülmür. Bu trikotaj ola bilər, kətan ola bilər, plastik kanva ola bilər və yaxud cins parça ola bilər. İndi bir dəqiqə biz aşağıda baxaq görək bu trikotaj nədir, bizə yad olan. Bax, trikotaj maşında toxunmuş parça, həmçinin bu parçadan məmulatlardır. Kanvada deyəndə biz keçmişdik əvvəlki siniflərdə. Üzərində naxışlar işləmək üçün dama parçadır. Deməli, naxış tikmək üçün sıx toxunuşa malik olan, deformasiyaya dözümlü parça dedik, götürmək lazımdır. Bu parçaya da misal olaraq trikotaj parça oldu, maşında toxunmuş parça deyək də. Sonra kətan parça oldu, plastik kanva oldu. Dedik, üzərində naxışla işləmək üçün dama parça idi kanva. Bir də cins parça. Deməli, naxış tikmək üçün yun, pambıq, ipək saplardan istifadə olunur. Bunu da pi sözü ilə yadda saxladıq. Yun, ipək, pambıq. Sonra, iynə nə qədər nazik olarsa, iş bir o qədər səliqəli alınır. Deməli, naxış tikən zaman mütləq biz çox nazik iynələrdən istifadə eləməliyik ki, işimiz səliqəli alınsın. Həcmli naxış tikmək üçün nə lazımdır? Kərgah və çərçivə lazımdır ki, orada dartaq, səliqəli işimizi görək. Baxırıq, təsvirin salınması üçün parçanın gərgahda dartılması vacibdir. Bax, kərgah da, gərgah da artıq eyni şey götürülür. Heç bir fərqi yoxdur. Bundan başqa kiçik qayçıdır, oymaqdır, surət çıxartma kağızıdır, karandaşdır, santimetrli lentdir. Yəni, bunlar hamısı bizə lazım olur da orada. Həcmli naxış tikmədə tətbiq olunan əl tikişinin növlərinin yerinə yetirilməsi üsullarını nəzərdən keçək. Görək, hansı əl tikişləri icra olunur. Bax, iynə qabağa tikişdir, iynə arxaya tikişdir. Baxaq görək, bunları bir-birindən testdə necə fərqləndirəcək. Biz bunları 7-ci sinifdə də buna bənzər keçmişdik. Bax, bu tikişi yerinə yetirmək üçün iynəni növbə ilə, bax, gah üz, gah astar tərəfindən varsa parçanın. Bax, sağ-sol söhbəti yoxdur, gördünüz. Gah üz, gah astar tərəfindən daxil etmək lazımdır. Bu zaman salınan sırıq arasının uzunluğu adətən 0,5 sm aşmır. Deməli, gah üz, gah astar tərəfindən iynə daxil edilirsə növbə ilə.
Bu olacaqdır iynə qabağa tikir. Sırıq arasının da uzunluğu, məsəl üçün burada nədir? 0,5 santimetri keçməməlidir. Bunlar hamısı aid olacaqdır hara? İynə qabağa tikişə. Deməli, sırıqların arasındakı məsafə ya 0,5 olur, ya da 0,5-dən az olur. Yəni, çox olmur orada. İndi baxaq görək iynə arxaya tikiş nədir? Bax, iynə qabağa tikişin də burada şəkli verilibdir. Burada da iynə arxayadır. İndi baxaq. Deyir ki, bu tikiş zamanı saplı iynə parçanın üst tərəfindən çıxarılır. Bax, gah üz, gah astar demir. Sadəcə deyir ki, gah üst tərəfindən çıxarılır. İlmənin ölçüsü qədər sağa batırılır. Sonra iynə astar tərəfdən keçirilir və birinci taxılma yerindən ilmənin ölçüsü qədər sola. Deməli, birinci nə oldu? Üst tərəfindən çıxartdıq, sağa batırdıq ilmənin ölçüsü qədər. Sonra astar tərəfdən çıxartdıq, keçirtdik, birinci taxılma yerindən sola batırıq. Bax, sağ-sol söhbəti varsa, iynə arxaya tikişi götürürük. Məsəl üçün, xaçvarı muncuq hörmədə deyirdik, orada rəqəmlər var, 3 muncuq, 4 muncuq belə. Ona əsaslanıb deyirdik ki, bu riyaziyyatla əlaqəlidir. Xaçvari muncuq hörmədir. Bax, burada da sağ-sol varsa, gördünüz, yuxarıda sağ-sol söhbət olmadı. Gah üzdən, gah astardan daxil edərdik. Bir də ara məsafə dedik ki, sırıq arası uzunluq da 0,5-i aşmadı. Amma burada nə dedi? Dedi ki, iynə gah parçanın üst tərəfindən çıxartdıq, ilmənin ölçüsü qədər sağa batırdıq, sonra isə astar tərəfdən keçirdik. Birinci taxılma, bax, burada göstərilibdir. Yerinin içərisinin ölçüsü qədər də neynədik? Sola batırdıq. Sağ-sol söhbəti varsa, iynə arxaya tikişə aid etdik. Deməli, naxış tikmək üçün çoxlu sayda müxtəlif növ, texnologiya və materiallar mövcuddur. Həcmli naxış tikmədə ən çox istifadə olunan növlər bunlardır. Həcmli naxış tikmənin. Deməli, saplarla həcmli naxış tikmə var, sadəcə həcmli naxış tikmə var, bir də sıx tikişli naxış tikmə var. 3 növdədir. Saplarla həcmli naxış tikmə, həcmli xaçvari naxış tikmə, bir də sıx tikişli naxış tikmə. Bax, burada da müəllimlər şəkilləri verilibdir. Bax, həcmli budur. Saplarla gördünüz, saplarla olan budur. Kamb üzərində eləyiblər. Bir də sıx tikişli də bu lap qabarıq olandır. İndi davam eləyirik. Bax, deyir ki, saplarla həcmli naxış tikmə sadə, yəni irəli, arxaya tikişlərlə işlənir. Həm irəli, həm arxaya. Bu növ tikmədə, deməli, mulini və yun saplar daxil olmaqla ən müxtəlif sap növlərindən istifadə olunur. Deməli, həm mulini saplar, həm yun saplar, həm də müxtəlif növ saplardan burada istifadə olunur. Sonra, bu növ ən müxtəlif işlədilən sapın qalın və nazik olması hesabına təsvirin lazımi qalınlığı əldə edilir. Yəni ki, sap nə qədər qalın olarsa, təsvir də üzərində olan o qədər qalın olar. Nə qədər nazik olarsa, təsvir də nazik olar. Çox çıxmaz, yəni səthdən. Deməli, naxış tikməyə yeni başlayanlar üçün aydın görünən kətan kanvada naxış tikmək daha rahat. Yəni, kanv üzərində o damalarla tiksələr daha rahat olur o yeni başlayanlar kətan kanvada. İndi baxaq görək, bu oldu saplarla həcmli naxış tikmə. İndi baxırıq xaçvari həcmli naxış tikməyə. Ən məşhur naxış tikmə texnikası hansı oldu? Xaçvari naxış tikmə. Həcmli naxış tikmə. Deməli, bu üsul sapların çarpazlaşması hesabına əldə edilən sıra arası tikişin xarici görünüşünə görə belə adlanır. Deməli, çarpaz olursa, çarpaz olanda xaçvaridir, düzdürmü? Sonra, materialların seçilməsində daha böyük üstünlük viskoz, yun, ipək saplara verilir. Viskoz da süni ipək idi, düzdürmü? Biz keçmişlikdə süni parçalar, səhv eləmirəmsə, viskozlar pambıq tullantısı ilə küknar ağacının oduncağından alınırdı. Bir də var idi, sintetik parçalar idi. Bunlar da neft və daş kömürdən alınan qazlardan alınırdı.
Belə. İndi baxaq. Deməli, əsasən viskoz, yun, ipək saplara üstünlük verilir. Xaçvari həcmli naxış tikmədə bu materiallarla naxış tikmə gözəl və həcmli alınır. İndi baxaq həcmli sıx tikişli naxış tikməyə, yəni bu şəkildəkinə. Baxırıq. Bax, burada nə deyir? Deyir ki, bu naxış tikmə bir-birinə sıx yapışan və təsviri dolduran düz sıraarası tikişlərlə aparılır. Görürsünüz, düppədüz səliqə ilə də sıraarası tikişlər olur. Bu texnika ilə hər şeyə, məsəl üçün, deyər ki, süfrəyə, qiyimə, dəsmala, salfetə, yaylığa hansı naxış tikmə üsulundan istifadə olunur? Yadınızda qalsın ki, həcmli sıx naxış tikmə. Baxın, bu təsviri görürük də əsasən süfrələrdə, dəsmallarda, yaylıqlarda. Belə.